Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve alihi. Ve lanetullahi ala a'daihi mecma'in minel an ila kıyam yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Bir daha xanım Zəhra salamullahi aleyhanın şəhadəti münasibəti ilə hamınıza başsağlığı verirəm. Allah bizi Əhl-i Beytin şad günündə, şad, qəmli, qüssəli günlərində qəmli olan müsəlmanlardan, möminlərdən eyləsin. Amin. Allahın elçilərinin əsas vəzifəsi insanları Allaha sarı çağırmaqdır. İnsanlara tövhüdü başa salmaqdır. Həm maddi bütləri qırıb insanları azad etməkdir, həm də mənəvi, daxili bütləri. Allah Teala Quran-ı Kərimdə buyurur: "Və əhidnə ilə İbrahimə və İsmailə an tahira beytiyə lit-taifinə və l-aakifinə və r-rukka'i-sucud." Biz İbrahim və İsmail əhd bağladıq ki, an tahira beytiyə lit-taifin, evlərimi beytiyə lit-taifin, evimi tavaf edənlər üçün, səcdə edənlər üçün və etiqaf saxlayanlar üçün paklasınlar. Ən tahirə beytiyə lit-taifin. Onlar ki, Allahın evinə tavafa gəlirlər. Yəni, mənim evimi bütlərdən, Allahdan qeyrisinə olan o diqqətlərdən təmizləsinlər. Bilirsiniz, Peyğəmbərlərin əsas vəzifəsi insanları tövhüdə çağırmaqdır. İnsanları öz xaliqi ilə tanış etməkdir. İnsan həm çox güclü bir varlıqdır, həm də çox zəifdir. İnsan digər mövcudatlarla müqayisədə çox güclü bir varlıqdır. Amma Allahla müqayisədə zəifdir. Əgər insan özünü tanımasa, dünyada cərəyan edən proseslər müqabilində insan çox zəifdir. İnsan müxtəlif təsirlərə məruz qalır. İnsanın o təsirlərdən, o fitnələrdən alnı açıq sıxması üçün onun bilgiyə, elmə və mənəviyyata ehtiyacı vardır. Allahın elçilərinin köməklərinə ehtiyacı vardır. Allah İbrahim Peyğəmbərlə, İsmail Peyğəmbərlə, digər Peyğəmbərlərlə bu əhdi bağlayıb ki, siz bütpərəstliyi aradan aparın. İndi təəssüflər olsun, keçmişdə hətta Allahın evinin ətrafında belə bütlər olub. Elə Peyğəmbərimizin dövründə də, Peyğəmbərimiz Məkkədə olanda, hətta bütlərin üstünə, Kəbənin üstünə bütləri qoymuşdular. Bütlərə sitayiş edirdilər. Bu ayədə Allah deyir, biz İsmaillə, İbrahimlə əhd bağladıq ki, bu bütləri aradan aparsınlar və Allahın evlərini paklasınlar. Əhd bağlayıb Allah. Allahın öz elçiləri ilə bağladığı əsas əhd budur ki, insanları tövhid əhli etsinlər. Allahı olduğu kimi insanlara çatdırsınlar. Siz baxın, Bəqərə surəsindəki ayədə də Allah Teala buyurur, biz zalimlara əhdimizi vermərik, əhd bağlamarıq. Lə yənəlu əhdi zalimin. Zalimlara əhdimiz çatmaz. İmamət bir əhddir. Allah
öz seçdiyi bəndələrə o imamət məqamını verir. Deyir, İzibtala İbrahim Rabbuhu bi kelimatin fəətəmməhunə qala inni ca'ilukə linnəsi imama. Allah İbrahimi imtihan edəndən sonra dedi, biz sənə imaməti veririk. Peyğəmbər idi. Peyğəmbərlik məqamına yüksəlmişdi. Allah dedi, bu imtihanlardan sonra sənə yeni bir məqam verilir. Yeni bir mənsəb verilir. İnsanlar tərəfindən yox, Allah tərəfindən. İmamət məqamı. Qala və min zurriyyəti, Həzrəti İbrahim dedi, mənim zürriyyəmə, nəslimə də, övladlarıma da bu veriləcək. Qalə lə yənəlu əhdiz zalimin. Bu əhdim zalimlara yetişməz. O, övladların ki, günah əhli olacaqlar, məhsum olmayacaqlar, onlara bu imamət verilməyəcəkdir. Görün, Allah imamət məqamını digər bir ifadə ilə əhd təbiri ilə onu ifadə eləyir. İmamət Allahla bağlanan bir əhddir. O əhddən irəli gələn məsuliyyət, vəzifə nədən ibarətdir? Bütpərəstlərə qarşı vuruşmaq. İstər bu bütlər daşdan, kəssəkdən olsun, istərsə canlı bütlər olsun. İnsan simasında olsun. Görürsünüz, dünyada bəziləri Allahlıq iddiasındadırlar. Deyirlər, nə Allah, nə Peyğəmbər. Bizim sözümüzə qulaq asmalısınız. Bizim dediyimizi deməlisiniz. Bu da bütdür də. Bu Allah müqabilində qanun qəbul eləyir. Allah deyir filan şey olmaz, deyir ya bu insan hüququdur. Necə İbrahim Peyğəmbər bütlərlə mübarizə apardı, bütləri qırdı, bizim Peyğəmbərimiz də o bütləri qırdı. Yadınıza gəlir, Peyğəmbərimiz dəfələrlə eşidibsiniz. Məkkəni fəth edəndən sonra Həzrət Əliyə dedi, gəl çıx o bütləri sal gələ. O bütləri qır gələ. Başqasına demədi. Hətta tarixdə keçir ki, Peyğəmbərimiz özü durdu, dedi, ya Əli, çıx çiynimə, qalx o bütləri oldan sal gələ. Niyə Peyğəmbərimiz o qədər sahabələr var idi, müsəlmanlar var idi, yenicə müsəlman olmuşlar var idi. Onlara demədi ki, qalx onun bütləri qırın. Yox. Bu əhd, imamət əhdidir. Bu bütləri yalnız və yalnız Allahın elçiləri qırırlar. Digərləri də onların yolunu getsə, o bütlərlə mübarizə apara bilər və o bütlərə qarşı çıxa bilər. Görürsünüz necə, hətta bəzilər din cildə var, o canlı bütlərin qabağında əyilirlər, deyirlər, yox. Allaha etiraz etmək olar, onlara etiraz eləmək olmaz. Onların sözünü kəsmək olmaz. Nə dedilər, gərək qulaq asasan. Bütpərəstdirlər də. Bütpərəstdirlər. Həzrəti Musa əleyhissalam Firona qarşı mübarizə apardı. O piramidaların içində o qədər qəbirlər var idi, indi də vardır. Niyə o qəbirləri sökmədi, dağıtmadı? O qəbirlərlə mübarizə aparmadı, o qəsrlərlə mübarizə apardı. Çünki hardasa, haçansa ola bilər kimsə qəbrə sitayiş eləyib. Ola bilər. Amma bu demək deyil ki, təkcə qəbrə sitayiş eləyirlər. Dirilərə də sitayiş eləyirlər. Musa Peyğəmbərin dövründə insanlar diri və canlı olan bütlərə sitayiş eləyirdilər. Firona sitayiş eləyirdilər. Firon da bir şəxs deyildi, bir sülalə idi. Firon sülaləsinə sitayiş eləyirdilər, ibadət eləyirdilər. Ona görə də Hz. Musa əleyhissalam qəbirlərlə yox, qəsrlərlə mübarizə aparırdı. Bu ilahi elçilərin vəzifəsidir. Bu qədər bu insanların diqqətini başqa səmtə aparırlar, ha? Qəbirlə mübarizə aparmaq, nə bilim, bugün o bəziləri dırnaqarası o tohid əhli kimi özünü tanıtdıranlar, görsən diqqəti aparırlar, təvəssülə sarı, ziyarətə sarı, qəbirlərə sarı, amma ən böyük şirki edirlər. Bunlar zalimlara
mütləq şəkildə ibadət itaat eləyirlər. Əhl-i Beytin vəzifəsi də həm cansız bütlərə qarşı çıxmaqdır, həm də canlı bütlərə qarşı. Niyə imamlarımız şəhid oldular? Niyə o bütləri qəbul etmədilər? Çünki onlar bilirlər, bunlar şirkə dəvət edirlər. Allah Quran deyir, Allah Teala Quranda buyurur və in cahadaka lituşrike bi ma leysa laka bi ilmun fala tutihuma. Əgər valideynlər bütpərəst olsalar, sizi şirkə dəvət etsələr, burada şirkdən məqsəd, yəni səni elə bir səmtə dəvət eləyir, sənə elə bir göstəriş verir ki, o Allahın göstərişi ilə ziddir. Fələ tutayhuma, onlara itaat eləməyin. Amma və sahibhuma fid dunya ma'rufa. Onlarla yaxşı davranın. Onların qulluğunda durun, onlara xidmət eləyin. Amma əgər səni Allaha qarşı qoyursa, hər hansı bir İslam'a, Qur'ana qarşı göstəriş sənə verirsə, o göstərişi itaat eləmə. Allah bunu hətta valideyn səviyyəsində qəbul eləmir. İndi gəlsən gör deyilən ki, biri çıxıb deyir ki, məsələn, filan haram iş halaldır, sən də deyəsən, gərək itaat eləyim ona. Ən böyük şirkdir. Bu öz elində. Bir də var, bizə gizli qalan şirklər. Bizim daxilimizdədir. Belə biraz başqa cür desəm, digər ifadə ilə bunu təbir etmək istəsəm, bizim mənəviyyatımıza qarışıb. Riya şirki. İmamlarımız buyurur, İmam Sadiq ağa buyurur, əl-qalbu haramullah. Qəlb Allahın həramidir. Necə bu Beytullahda, Kəbənin ətrafındakı olan bütləri təmizləməli idi imamlarımız, təmizlədilər, Peyğəmbərimiz bütləri qırdı. O qəlbinin bütlərini də sən qırmalısan. Sənin qəlbin də Allahın həramidir. Əl-qalbu haramullah, fələ tuskin haramallahi xeyrallah. Allahın hərəmində digərlərinə yer verməklə. O şeylər ki, Allahla ziddir, dəyərlərlə ziddir, onu qəlbivə buraxmaqla. Bizim qəlbimiz bir məmləkətdir. O məmləkətə icazəsiz girmək istəyənlər vardır. Xüsusilə şeytan başda olmaqla öz dostlarını, yar-ı ənsarını o qəlbivə daxil etmək istəyir. Şeytan bilir ki, biz möminlər, biz müsəlmanlar o haram olmuş suyu içmərik. Bunu bilir. Namaz qılan mömin onu içməz. Ya oğurluq etməz. O bilir. Amma bilir ki, qeybət eləyər. Bilir ki, bədgümanlıq eləyər. Gəlib, oradan sənin qəlbivə daxil olur. Gərək qapı bağlayasan. Qəlb məmləkətin bir gömrüyü olmalıdır. O gömrüyə də ağıl nəzarət etməlidir. Ağıl yoxlamalıdır. Qəlbə nə girir, nə çıxır. Ərəblər uşağa səbi deyirlər. Ənnə səbəbnəl məə sabban. Quranda Allah Teala buyurur, biz göydən suyu nazil edirik, suyu tökürük. Suyu yuxarıdan belə tökəndə aşağıya, ona sabban deyirlər. Uşağa niyə səbi deyirlər? Uşaq bir şey görür, görürsən ağzından su axır. Nə görür? İstəyir. Uşağı apar dükana, onu istəyər. Uşaqdır da, buna təbii də baxmalıyıq. Amma indi sən böyüyübsən, fiziki baxımdan inkişaf edibsən. Amma əqlin, şuurun, qəlbin inkişaf eləməyib. Həm uşaq kimisən, nə görürsən, ağzından su axır.
Bunu olaydı, bu olaydı, bu filan şey alardı, bəhmən alardı. Bu qəlbə görürsünüz necə hər şey girir. Nəyə görür dükanda, nəyə görür həyatda, tez qəlbinə girir. Bu cür sadəlöv insanların qəlbinə hər cür adam da girə bilir. 2 dənə sözlə onu aldadır. Çünki qəlb məmləkəti var, gömrüyü yoxdur. Ağıl nəzarət eləmir bunun qəlbinə. Qəlb Allahın hərəmidir. Qəlbə hər kəsi buraxmayın. Hər şeyi daxil etməyin. Qoyma bədgümanlı qəlbivə girsin. Qoyma qeybətlə şeytan qəlbivə girsin. Tamahkarlıqla girir. Bədgümanlıqla girir. Xainliklə girir. Həsədlə girir. Şeytan bilir hansı yollarla qəlbə girmək lazımdır. İstəyirsən qəlbindəki o şeytan bütləri qırasan, Əhl-i Beytin məhəbbətini qəlbində artır ki. Necə Əhl-i Beyt o cansız bütləri qırmağa qadirdir? O canlı bütləri də qıran Əhl-i Beytdir. Nə qədər tarixdə zalimlar olub, zülümkarlar olub, onların abrını Əhl-i Beyt aparır. Onlar Əhl-i Beytə qarşı çıxıb, kürəyi istə yerə düşüblər. Musa Peyğəmbər əsanı atdı. Bütün o sehirbazlar məğlub oldular. Niyə? Çünki bütqırandılar bunlar. Peyğəmbərlər bütqırandılar. Firon canlı büt idi. Gördün onu necə qırdı? Allah Quran-ı Kərimdə deyir ki, Firon deyir, Ənə Rabbukumul a'la. Mən sizin uca Rabbinizəm. Gücü də var idi. Fiziki gücü də var idi. Savadsız kütlə, vicdansız imkanlılar onun təsiri altındaydılar. Salvat çəkinin Peyğəmbər və Ali Peyğəmbərə. Musa Peyğəmbər bütü qırdı. Firon bütünü qırdı. Peyğəmbərimiz 23 il müddətində əsrlərlə kök atmış yanlış mədəniyyəti aradan qaldırdı. İnsanları hidayət etdi. Ondan sonra da imamlarımız baxmayaraq məzlum olublar, amma qüdrətli olublar. Onlar qarşılarında duran bütün bütləri qırıblar. İstər canlı bütləri olsun, döyüşdə olsun. Kim İmam Əli Əleyhisselamın qarşına çıxa bilərdi? Ya digər imamlarımızın. İstər şəhadət meydanında olsun. İmam Hüseyin ağa tarixdə zalimla bütlərini qırmışdır. Adı gələndə qorxurlar. İmamın tərəfdarlarının sayı artanda onlarda o istirab, təşviş artmağa başlayır. Həm canlı bütləri qıran Əhl-i Beyt əleyhissalamdır, həm də bizdə daxilimizdə daxil olan o bütlər ki var. Paxıllıq, həsəd, tamahkarlıq bütünü qırmaq istərsənsə, qul la əsəlukum aleyhi əcran illəl məvəddətə fil qurba. Əhl-i Beytin məhəbbəti. Əhl-i Beytin məhəbbəti qəlbə girəndən sonra dünya məhəbbəti oturar yerində. Daha başqa adamın paxıllığını çəkməz. Özünü başqaları ilə müqayisə etməz. Məhəbbət yerində oturanda Allahın hərəmidir sən qəlbin. Sən niyə naməhrəmi buraxıbsan qəlbivə? O qəlb Əhl-i Beytin hərəmidir, Əhl-i Beytin evidir, məskənidir. Sən öz evivə həyatda gəzən o iti, o pişiyi, o heyvanı buraxarsan, buraxmazsan. Qəlbivə də hər kəsi buraxma günah. Qəlbul mu'mini ərşur rəhman. Baxın imamlar nə deyir? Möminin qəlbi Allahın ərşidir.
Bu hədisin bir dərin mənası vardır. Peyğəmbərimiz buyurur. Möminin qəlbi Allahın ərşidir. Allah ərşdən dünyanı idarə eləyir. Ar-Rahman alal arşi istava. Rəhman öz kürsüsündə oturub. Deyir, möminin qəlbi Allahın kürsüsüdür. Diqqətlə qulaq asın. Nə demək istəyir Peyğəmbər? Necə Allah Teala öz kürsüsündən dünyanı idarə eləyir? Mömin, həqiqətən mömin olsa, Allah onun qəlbi ilə insanları idarə eləyir. İnsanlara xət verər. İnsanlara istiqamət göstərər. Sənin qəlbin olar Allahın taxtı. Məgər bugün İmam Əli əleyhissalamın məhəbbəti ilə bizi idarə eləmir? Bu qədər zülmə qarşı mübarizə gedir, ha? Kimin məhəbbəti ilə? O insanlar canından balasından keçir. Xanım Zəhranın məhəbbəti ilə, Əhl-i Beytin məhəbbəti ilə. Sən mömin, həqiqətən də öz dəyərini bilsən, sənin qəlbin Peyğəmbərdir, Allahın taxtıdır. O taxtdan göstəriş gələr insanlara. Bizim rəhbərimiz üçün, İmam Xümeyni rəhmətullah aleyh üçün döyüşə gedənlər, müharibəyə gedənlər hansı məhəbbətlə gedirlər? Hansı səbəbdən gedirlər? İnnellezîne âmenû ve amilussâlihât seyec'alu lehumur-rahmanu vudda. Hər kəs iman gətirib yaxşı işlər görərsə, Allah onların qəlbini, məhəbbətini insanların qəlbinə salar. İnsanlar onlara aşiq olarlar. O insanın qəlbi səni idarə eləyər, məni idarə eləyər. Allah rəhmət eləsin, Şəhid Mütəhərri ağa deyirdi. Deyirdi, bir ağlı fəth etmək var, bir də qəlbi fəth etmək. Peyğəmbərlər deyir, gəlib ağıldan savayı qəlbi də fəth etsinlər. Nə demək istəyir? Ola bilsin, hər hansı bir alim səni, məni elmi sübutlarla, əqli baxımdan qane eləsinlər. Dəlil sübut gətirir ki, bu şey sənə ziyandır. Məsələn, mən özüm eşitmişəm, mənim üçün həkim danışdı, siqaretin nə qədər ziyanı vardır. Ha? Amma özü də siqaret çəkir. Deyirəm, bəs sən özün bilirsən bunun ziyanlarını və niyə çəkirsən? Deyir, nə eləyim? Əqli baxımdan qane olub, amma qəlbinə keçməyib. Burada oturanların böyük əksəriyyət nə desinlər ki, Şamuzdan soruşsam, deyirsiniz ki, ölü ilə bu divarın, bu stulbanın heç bir fərqi yoxdur. Ölüb də dünyasını dəyişib. İndi hansıza desəm ki, gəlin bir gecə, səhərə qədər onun yanında qalın, bəlkə də böyük əksəriyyəti deyəcək, yox, qorxuram. Başa düşürsən, amma hələ iman gətirməyibsən, qane olmayıbsan. Allah peyğəmbərləri göndərib təkcə ağıl fəth etmək üçün yox, qəlbləri fəth edirlər. Sonra Şəhid Mütəhərri İbn Sina ilə onun tələbəsinin arasında baş verən o hadisəni nəql edir. Deyir, bir gün İbn Sina səfərdə olur, yol gedirlər, axşam olur, gəlib gecələyirlər bir yerdə. İbn Sinanın tələbəsi ona deyir ki, sən peyğəmbərlik iddiasını elə. Sən desən ki, mən peyğəmbərəm, cəmaət səni qəbul eləyər. Deyir, sən məni görübsən, məni başa düşübsən, hələ peyğəmbərləri başa düşməyibsən. Peyğəmbər kimdir? Sən nə danışırsan? Deyir, yox, sən de, mən peyğəmbərəm, insanların əksəriyyəti sənə iman götürər. Bunların arasında bir diyaloq baş verir. Həzrət İbn Sina deyir, sənin fikrin səhvdir, düz deyil. Səhər sübh olur, namaz vaxtı olur. Sübh açılır, azan verilir. İbn Sina tələbəsinə deyir, dur, get bir stəkan su gətir mənim üçün. Bu da yatıb, səhər vaxtıdır, yuxunun şirin vaxtı. Deyir ki, bəlkə yatasan. Deyir, yox, su istəyirəm. Deyir, yox, gətirsəm, soyuqlayarsan, xəstələnərsən. Deyir, yox, get, gətir. Mən su istəyirəm. İsrar edir, buna bu bəhanələr gətirir. Deyir, dur ayağa, sənə bir şey başa salmaq istəyir. Deyir, Peyğəmbər ona deyərlər ki,
onun aşıqı baxmayaraq ki, o illər öncə dünyasını dəyişib, bu soyuqda səhər vaxtı çıxıb minarəyə azan verir. Ona peyğəmbər deyirlər. Mən nə peyğəmbərəm ki, mənim hələ ilk mənə iman gətirən hələ yanımdadır, məni bitirməyib, mən onu görürəm, o məni görür. Deyirəm, bir stəkan su gətir. 100 dənə bahana gətir. Ona peyğəmbər deyirlər ki, bir neçə əsrdir dünyasını dəyişib, amma onun aşığı minarəyə çıxıb azan verir. Qəlbi fəth eləyib. Sənin mən ağlımı fəth eləmişəm. Qəlbə girməmişəm. Müminin qəlbi Allahın taxtıdır. Əgər mümin öz qədrini bilsə, Allah onun vasitəsilə pak insanları istiqamətləndirər, insanlara yol göstərər. Necə ki, peyğəmbərlərlə bizə yol göstərir. Xanım Zəhra salamullah aleyha elə bir şəxsiyyətdir ki, qiyamətə qədər pak insanlara işıq saçacaq. Onları hidayət edəcəkdir. Çünki onun qəlbi Allahın ərşidir. Allah Əhl-i Beytin qəlbi ilə insanları idarə edir. Salavat şikirin Peyğəmbər və Ali Peyğəmbər. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Əhl-i Beytin üstün olmasının, insanlar üçün hidayət mənbəyi olmasının səbəbi nədən ibarətdir? Bugündən mən istəyirəm o şəxsiyyətlərin imtiyazları, xüsusiyyətləri barəsində danışım. Necə oldu ki, onlar o məqama yüksəldilər? Biz necə edək ki, onlara yaxınlaşaq? O zirvəyə sarı hərəkət eləyək. Birinci səbəb ixlasdır. Niyyəti xalisləmək. Əsl tövhid. Və yut'imuna at-ta'ama ala hubbihi miskinan və yetiman və asira. İnnəmə nut'imukum li vəcihillah. La nuridu minkum cəzaan və la şükura. İnsan surəsində Allah Teala buyurur, onlar öz yeməklərini, iftarlarını yetimə, kasıba, əsirə yedirtdilər. Bunu çox eşidibsiniz. Sonra da innəmə nut'imukum li vəcihillah. Biz təkcə sizə bunu Allaha xatir veririk. Sizi təkcə Allaha xatir yedirdirik. La nuridu minkum cəzaan və la şükura. Sizdən nə bir əvəz istəyirik, nə də təşəkkür. Bunu kim deyir? Bunu Allah deyir. İxlaslı olmaq çox çətindir. Mən deyə bilərəm, mən ixlaslıyam. Sən də deyə bilərsən. Qıraqdan kimsə səni də ixlaslı görə bilər. Ola bilsin səhv eləsinlər. Ola bilsin hətta sən özün səhv eləyəsən. Həqiqətən niyyətin pakdır ya yox. Çətindir. Peyğəmbərimiz deyir ki, insanın öz qəlbindəki şirki təyin etməsi o qədər çətindir ki, sanki sən qaranlıq bir gecədə, qara daş üstündə qara bir qarışqanı təyin eləyirsən. Qaranlıq bir gecədə qara bir daş var, qara bir qarışqanın üstündə hərəkət eləyir. Onu təyin etmək nə qədər çətindir? Deyir, o məxfi şirki, gizli şirki də təyin etmək, riyanı təyin etmək o qədər çətindir. İndi sən gör Peyğəmbərimiz, Əhl-i Beytimiz hansı məqama yüksəlib ki, Allah deyir ki, onlar o yeməyi yalnız və yalnız Allaha xatir verdilər. Nə əvəz istədilər, nə də təşəkkür. Biz əvəz də istəməsək, bəzən deyirək, heç olmasa bir sağ ol deyəydik. Bir sağ ol deyəydik. Təşəkkür gözləyirik. Düzdür, qarşı tərəfin vəzifəsi odur. Amma sən gərək gözləməyəsən. Həzrət Əli əleyhissalam Peyğəmbərin yerində yatdı Leylətül Məbiddə. Görün Allah nə deyir? Və minən nasi mən yəşri nəfsəhu ibtiğa'a mardatillah. Öz canını Allaha xatir satdı. Həzrət Əli Allaha xatir canını satdı. Bilirsiniz, orada ixlaslı olmaq nə qədər çətin idi? Peyğəmbərimiz Mədinəyə yola düşüb, 40 qəbilənin nümayəndələri yığışıb Peyğəmbəri qətlə yetirmək istəyirlər. Həzrət Əliyə deyib Peyğəmbərimiz,
Yat yerimdə. Üstünü də ört, elə zənn etsinlər ki, Peyğəmbər öz yerində yatıb. Bunlar da səhər açılacaq, hücum eləyəcəklər, Peyğəmbər şəhid edəcəklər. Hamı da görəcək ki, bir qəbilə deyil, iki qəbilə deyil. Bunlar 40 qəbilənin nümayəndələridir. Qureyş qəbiləsi, Haşimilər kimlərlə vuruşacaq? 40 qəbilə ilə vuruşacaq. Belə bir tələb olmuşdular. Və Həzrət Əli də elə Peyğəmbərin yerində yatmalıdır ki, elə uzanmalıdır ki, onlar elə güman etsinlər orada Peyğəmbərdir uzanır. Gəl indi bu işi Allaha xatir et. Burada istirab var, burada qorxu var, burada təşviş var, burada narahatlıq var. Həzrət Əli rahatdır, aramdır. Allah deyir ki, ibtiğa və əmərzatillah. Allaha xatir canını satır. Bizim alimlərdən biri deyir, Həzrət Əli İmam Hüseynlə də şücaətlidir. İmam Hüseyn də deyir, düşmənlə öz-üzə idi, düşmən çox idi. İmam Əli də düşmənlə öz-üzə qalıb, onlar çoxdular. Amma fərq budur ki, onun əlində qılınc var, ağanın əlində qılınc da yoxdur. Qılınc da götürə bilmir. Deyir, sənin imtihanın budur ki, o qədər gücün var, pəhləvansan, qılıncı görsələ qaçarlar, amma sən qılıncı götürmə. Qılınc götürmə. İsbat elə ki, sən qılıncsız da Peyğəmbərin yanındasan. İsbat elə ki, sən özünü müdafiə etmədən də Peyğəmbəri müdafiə edərsən. Deyir, İmam Əlinin məqamı ayrı məqamdır. İmam Əli əleyhissalam durub Peyğəmbərə deyə bilərdi, ya Rasulallah, sən elmi şəhərisən, mən sənin qapına. Axı, məni burada şəhid eləsələr, elm şəhəri qapsız qalar. Ya Rasulallah, döyüşlər qabaqdadır. Məni burada şəhid etsələr, Bədirdə sən nə eləyərsən? Uhudda nə edərsən? Əhzabda nə edərsən? Yüzlərlə dəlil gətirə bilərdi Həzrət Əli. Yox, Peyğəmbər nə deyir, odur. Yerimdə yatacaq. Təbuk döyüşündə, Mədinədə qalacaq. Əbdəvudla müharibəyə gedəcəm. 25 il sükut elə sükut edəcəm. Dəhşətli bir şəxsiyyətdir Həzrət Əli əleyhissalam. Çox dəhşətli. Həyatını insan oxuduqca dəhşətə gəlir. O, xristiyan alimi deyir, George Orda. Deyir, desəm İsa'dan üstünsən, dinim icazə vermir. Deyim ki, aşağısan, vicdanım icazə vermir. Xristiyan oxuyub, Həzrət Əli tanış olub, Əhl-i Beytlə tanış olub, deyir, sən nətər şəxsiyyətsən? Dəhşətli məqamlar var Həzrət Əlinin həyatında. Elə sınaqlarla üz-üzə gəlib ki, hər kəs o sınaqlara düşməyib. Və o sınaqlarda alnı açıq, üzü ağ çıxıb. Nədir bunun sirri? İxlas. Həzrət Əli Allahdan başqa heç kəsi görmürdü. Xanım Zəhra salamullah aleyha Allahdan başqa heç kəsi görmür. Deyir, Peyğəmbərimiz xanım Zəhraya dedi, Cəbrail mənə nazil olub, nə istəyirsənsə, mən Cəbrailə deyim, Allahdan sənin üçün istəsin. Xanım Zəhranın deyir, cavabı belə oldu, şəğələni ən məsələtihi ləzzətu xidməti. Allaha xidmət etmək, ləzzəti məni ona sual verməkdən məşğul eləyib. Mən Allaha xidmət edirəm, istəmirəm heç nə. La hacətə li qeyrun nəzər ilə vəçhi. Allahın vücuduna, varlığına bağlılığım mənə kifayətdir. Mən heç nə istəmirəm. Həqiqətən də İnsan Allahı dərk etmiş olsa, hər şey tapmış olar. Niyə bu qədər zəifik? Çünki Allahı yaxşı dərk etmirik, Allaha güvənmirik.
pula güvənirik, vəzifəyə güvənirik, dost-tanışa güvənirik. İmam Əleyhisselam deyir ki, haqsansa təkdə qalsın, sən qalibsən. Qorxma ki. Batilsənsə çox da olsuz, qorxun, məğlubsuz. Bu Əhl-i-Beytin şuarıdır. Sən haqsansa, sən Allahlansan. Niyə Kərbəla meydanında İmam Hüseyin ağa o ucu bucağı olmayan zalım qoşunuyla üz-üzə qalanda özünü itirmir? Niyə özünü qalib bilir? Çünki o bilir, mən haqqam. Allah mənimlədir. Əli əleyhissalam 25 il cüşənəşin oldu, məzlum oldu. Sona qədər öz xəttində, yolunda sabit qədəm qaldı. Nəyə güvənirdi? Kimə güvənirdi? İxlas, niyyətin təmiz olsun. Hər şey Allahın əlindədir. Hər şey Allaha görə gör. Mən sizə bir neçə hədis oxuyub ixlasla bağlı. Əvvəla şeytanın niyyəti, hədəfi budur ki, insanı bütpərəst eləyə. Allahdan ayıra. Şeytan dedi ki, قال رب ما أغويتني لأزينن لهم في الأرض لأزينن لهم في الأرض ولأغوينهم أجمعين. Allah'a şərr atdı. Dedi, Allah, sən məni azdırdığın üçün mən yer üzünü insanlar üçün zinətləndirirəm. Yeri onların gözündə cilvələndirirəm. Yəni bu dünyanı. وَلَوْغْوِيَنَّهُمْ أَجْمَعِينَ İllə abədəkə minhumul muxləsin. İxlaslı bəndələrdən başqa hamısını azdırır. Bu dünya deyil. Birini maşından azdırır, birini evdən azdırır, birini vəzifə ilə azdırır, birini hər biri ilə azdırır. Hər üçü ilə. O qədər gözəl göstərir, cirvələndirir. Görürsən ki, yoldan çıxartdı. Amma ixlaslı bəndələr deyir, azdıra bilmərəm. O adamlar ki, niyyətlərini paşlayıblar, niyyətləri Allahdır. Nəsə gözləmirlər. İşi Allaha görə görürlər. Bu çox mühüm məsələdir. Çox mühüm məsələdir. Özdə şeytan deyir, biz təkcə bir tərəfdən, səmtdən həmlə etməliyik. Qabaqdan da, arxadan da, sağdan da, soldan da həmlə edərik. Quran ayəsidir. İmam Əleyhisselam buyurur, Tuba limən əxləsə lillahi amələhu. Xoş o insanın halına ki, öz əməlini Allah üçün ixlas eləyib, təmizləyib, xalis eləyib. Öz əməlini təmizləyib. Əməli təkcə Allaha xatirdir. Namaz qılır Allaha xatir. Görmür insanları. Oruç tutur Allaha xatir. Ehsan verir Allaha xatir. Və ilməhu, elm oxuyur Allaha xatir. Elm oxuyuram ki, özümü islah eləyim, digərlərində hidayət eləyim. Buna görə elm oxuyur. Yoxsa elm oxuyuram ki, mənə desinlər bu savadlıdır, pul qazanım, para qazanım, insanları özünə qul eləyim. Kitab oxuyur Allaha xatir. Və hubbahu və buğda. Sevdiyi, nifrət etdiyi şəxslərə Allaha xatir nifrət edir, Allaha xatir sevir. Kimi sevirsə Allaha xatir sevir. Kimə nifrət edirsə Allaha xatir nifrət edir. Bir xoş olsun insanlar. Dostu Allaha xatir seçib. Və əxzəhu və tərkəh və kələməhu və suntah. Nəyi alırsa Allaha xatir, nəyi verirsə Allaha xatir. Sakit durubsa Allaha xatir sakit. Danışırsa Allaha xatir danışır. Xoşdur bu insanın alına. Sakit durub. İmam Əli sakit durdu. Niyə sakit durdu? Allah belə istəyir. Biz o yerdə ki, sakit durmalıyıq, danışırıq. O yerdə ki, danışmalıyıq, sakit dururuq. Bəzilərimiz əlbəttə. Və fi'ləhu və qavlə, hərəkətləri, danışıqların hamısı Allaha xatirdir. Bir nəfər Peyğəmbərdən soruşdu, qala Rasulullah sallallahu aleyhi və alihi və səlləm yu'mar bir ricalin ilən nar.
Peyğəmbər buyurdu, qiyamət günü bəzi insanlara deyəcəklər, gedin cəhənnəmə. Və yəqul ləhum xazinun nar, ya əşqiya. Cəhənnəmin o məmuru deyəcək, ey bədbəxt insan, niyə bu cəhənnəmə düşübsən? Nə etdin sən? Niyə səni belə cəhənnəmə göndərdilər? Necə hesab kitab verdin? Ma kənə halukum. Nə olub? Halınız, vəziyyətiniz necədir? Qalə kunnə nə'məlu li qeyrillah. Biz Allahdan başqaları üçün iş gördük. Namaz qıldıq, amma Allaha xatir qılmadıq. Həccə getdik, Allaha xatir olmadıq. Sədəqə verdik, Allaha xatir vermədik. Selamun aleyküm. Fəqilə lənə xudu səvabəkum mimmən amiltum ləh. Bizə dedilər ki, gedin kim üçün iş görübsünüz, onlardan öz mükafatınızı alın. Kimə iş görmüşsün? Cəmaata xatir. Cəmaat təşəkkür eləsin, cəmaat sənə tərifləsin, gedin cəmaatdan öz mükafatı alın. Peyğəmbərdən soruşdular, innə raculan, bir şəxs. Qalə, ya Rasulallah, innə nu'ti əmvalənə iltiməsəl əcr və zikr, fəhəllənə min əcrin. Biz insanlara kömək eləyirik, amma iki məqsədimiz var. Bir, bizə əvəzin qaytarsınlar, mükafat versinlər, ya da bizi tərifləsinlər. Veririk, kömək eləyirik ki, bizi tərifləsinlər və əvəzimizi qaytarsınlar. Bunun savabı var ya yox. Fəqalə Rasulullah, la. Yox, bunun heç bir savabı yoxdur. Qalə, ya Rasulallah, innə nu'til iltimatə zikr, fəhəllənə əcrun. Biz əgər tərifə xatir, adımıza görə kömək eləsi, onda savabı olar ya yox. Fəqalə Rasulullah, la yəqbəl. Fəqalə Rasulullah, Allahu Teala la yəqbəlu illə mən əxləsələ. Peyğəmbər buyurdu ki, yox, Allah təkcə ixlasla görülən işi qəbul edir. Tərifə xatir verilən o ehsanın, o köməyin, oxunan o dərslərin, o kitabların, verilən dərsin heç bir əhəmiyyəti yoxdur. Məni tərifləsinlər. Fələ tuzakku ənfusakum, huvə a'lam bimən ittəqa. Özünüzü tərifləməyin. Allah bilir kim təqvalıdır, kim təqvasızdır. Kim daha təqvalıdır. İmam Rıza ağa buyurur, Peyğəmbərlərdən birinə vəhy oldu. Dedi ki, ilk gördüyün şeyi yeyərsən. İkincisindən qaçarsan. Üçüncüsünün üstünü örtərsən. Deyir, səhər açıldı, ilk gördüyüm şey dağ idi. Dedim, Allahım, bu dağı necə udaram mən? Yaxınlaşdım, gördüm bu kiçilir. Yaxınlaşdım, gördüm kiçilir. Tam ona yaxınlaşdım, gördüm bir tikə qidadır. Bir löqmədir. Onu yedim, gördüm çox şirindir. Deyir, ikinci gördüyüm şey bir teşdir, qızılla dolu. Qızılla dolu bir teş gördüm. Mənə deyilmişdi ki, onu bastırarsın. Onu bastırdım. Biraz getdim qabağa, gördüm açıldı. Üçüncüsü gördüm bir leşdir. Qarğa, qırğı o leşdən yedilər. Uzaqlaşdım ondan. Yozmasını soruşdum. Bunun yozması nədir? Allah Teala buyurdu ki, o birinci gördüyün o dağ qəzəbdir, hirsdir, əsəbdir. Onu udmaq, onun o ilk anlarında dağ kimi adama ağır gələr. Yəni, mən bunu boğa bilmərəm, bunu uda bilmərəm. Sakit ol, ona yaxınlaş, o kiçiləcək. Zaman keçdikcə o kiçiləcək. Onu utsan, Həzrət Əli deyir, qəzəbi udmaqdan da daha şirin bir şey yoxdur. Söhbət Allahdan gedir, Allaha xatirdən gedir. Allaha xatir qəzəbi udasan. Kâziminəl qayz vəl afin aninnas. Allaha xatir mən bu qəzəbi uddum. Deyir,
Qəzəbi Allaha xatir utsan, ondan şirin bir qida yoxdur. Həm dünyada, həm axirətdə. Allah sənə xatir mən dinmədim. O ikinci, o bastırdığın, o qızılla dolu olan teş sənin əməllərindir, yaxşı əməllərindir. Sən bastır, onu gizlət, biz açarıq. Deyir, bastırdım, getdim, o açıldı. Deyir, sən bastır, sənin vəzifən gizlətməkdir. Demə. Allah onu açar. Mən bu gün mütaliə eləyəndə belə bir cümlə qarşıma çıxdı. Bilmədim, hədisdir, yoxsa bir alimin sözüdür. Ona görə iddia eləmirəm hədis olmağını. Çox qəşəng sözdür. Deyir, necə sən öz günahlarını gizlətməyə cəhd eləyirsən, ixlas budur ki, yaxşı əməlləri gizlətməyə belə cəhd eləyəsən. Əgər yaxşı əməlləri günahların kimi gizlətməyə cəhd etsən, sən ixlas əhlisən. Sən çalış gizlət, Allah'a xatir eləməyibsən. Gör Allah onu necə qiymətləndirir. Özü Allah mükafatı elə verir. Elə bir mükafat verir ki, dəhşətə gəlirsən. Salvat girin Peyğəmbər və Ali Peyğəmbərə. Allahumma salli ala Muhammed. Bir hədisi də oxuyum. İmamlarımızdan söhbətə xitam verim. İmamlarımız buyurur, Peyğəmbərimiz buyurur, mən əxləsə lillahi ərba'inə səbahan. Hər kəs 40 gün öz niyyətini xalisləşdirsə, zəharat yənabi'ul hikmə min qəlbihi alə lisani. Hikmət bulaqları qəlbindən dilinə cari olar. Qəlbindən dilinə axar. 40 gün öz qəlbini qoru, qoyma o cansız bütlər, canlı bütlər qəlbə girsinlər. Allah deyir, sənin qəlbindən hikmət bulaqlarını axıtmağa başlayar. Görürsən ki, danışır, həqiqətən də danışıqda bir məntiq var, həm də bir pak nəfəs var. Nəfəsi pakdır. Bir söz deyər, bir fitnə odunu söndürər. Bir fikri bildirər, insanları barışdırar, insanları hidayət eləyər. Nəfəsi pak olar. Eşidir ya bu ifadəni tez-tez, filan kəsin nəfəsi pakdır. O ixlasdan irəli gəlir. İnsanlar biləndə ki, sənin niyyətin insanları hidayət etməkdir, sənin digər bir o maddi niyyətin yoxdur, bunu sən həqiqətən də əldə etmiş olsan, sənin danışığın təsiri olar, sənin rəftarının təsiri olar. Əhl-i beytin o məqama yüksəlməyinin səbəbi onların ixlasıdır. Quran deyir, ayəni əvvəldə oxudum mən. Allah deyir ki, Əhl-i beyt yalnız və yalnız Allaha xatir verdi. Dəhşətdir. Çox dəhşətdir. Allah hər şeyi olduğu kimi bilir. O da hədislərdə gəlib deyir, öz əməllərinizə baxın. Əməllərinizi təmizləyin. فَإِنَّ النَّاقِدَ بَصِيرٌ. Qiyamət günü o əməlləri araşdıracaq. Allah çox diqqətlidir. Çox diqqətlidir. O Allah deyir ki, Əhl-i beytin verdiyi o ehsanlar, köməklər, Həzrət Əlinin, Peyğəmbərin o yerində o gecə yatması və digər əməlləri büsbütün Allaha xatir idi. Onu Allah deyir. Və minən nasi mən yəşri nəfsəhu ibtiğa'a mərdatillah. Allah xatir öz canından keçdi. Xanım Zəhra salamullah aleyhanın o məqama yüksəlməyinin səbəbi ixlasdır. Və xanım Zəhra salamullah aleyhanın şəhadətinin əsas səbəblərindən biri onu öz vəzifəsinə əməl etməsidir. Xanım Zəhra özünə vəzifə bildi, vilayəti müdafiə eləsin.
Allahın əmrini yerinə yetirsin. Allahın vəlisi tək qalmışdı. Xanım Zəhra salamullah aleyha öz şəhadəti ilə və öz vəsiyyəti ilə o cildə girmiş müsəlmanların iç üzünü tarix boyu açdı. Həm icazə vermədi bəziləri dəfnində iştirak eləsin, həm qəbrinin gizli qalmasını göstəriş verdi, həm də öz çıxışları ilə, öz mövqeyi ilə istər Fədək hadisəsində olsun, istər digər hadisələrdə xütbəsinə baxın. Biz keçən illər xanım Zəhra salamullah aleyhanın xütbəsini biraz şərh elədik. Xanım Zəhra salamullah aleyha o dərin məntiqi ilə, o şücaətli çıxışları ilə höccəti insanlara tamamlayıb. Bu şücaət, bu cəsarət, bu mövqe xanım Zəhranın Allaha olan bağlılığından irəli gəlir. O Allahın əmrini yerinə yetirmək üçün öz mövqeyini qoydu və bu yolda da şəhid oldu, vilayətin ilk şəhidi. Allah inşallah bizi xanım Zəhraya layiq olan şiələrdən, müsəlmanlardan qərar versin. Nə qədər Allaha sən yaxın olsan, bilginən ki, imtihanın da ağır olacaq. Əhl-i Beytin imtihanları niyə ağır oldu? Çünki onlar Allaha çox yaxın idilər. Tək qayıdırlar. Əhl-i Beyt əleyhimussalam bütün imtihanlardan çıxıblar. Ən ağır imtihanlardan biri də insanın dindən danışan, müsəlman kimi özünü təqdim edənlərin arasında məzlum olmasıdır. Xanım Zəhra xütbəsində deyir, siz ki, bugün İslam iddiasındasınız, yadınızdadır o günkü Həzrət Əli məhdud sayılı insanlarla Peyğəmbəri müdafiə edib döyüşlərdə sizə qarşı vuruşurdu. Onda siz İslamı aradan aparmaq üçün döyüşürdünüz. Onda siz Allahın Rəsulunu öldürmək üçün çalışırdınız. İndi siz olubsuz müsəlman, siz olubsuz din əhli, siz olubsuz İslamın sadiq davamçıları. Həzrət Əli olub İslamdan kənar. Həzrət Əli cəmiyyətdə məzlum olub. Bax, Həzrət Zəhranın xütbəsidir. Siz deyildiniz, Bədirdə, Uhudda vuruşurdunuz İslam'a qarşı. Bir gün Həzrət Əli, Əhl-i Beyt əleyhimussalam məhdud imkanlarıyla, o təhlükələrlə, təhdidlərlə Quranda Allah Teala buyurur, deyirdilər ki, nətərəbbəsu bihim. Nətərəbbəsu, yəni bunların üçün yaxşı gün gözləmirik. Bəlalar var bunlar üçün, müsibətlər bunları məhv eləyəcəklər. Əlləzinə yetərəbbəsunə bikum. Əhli tərəbbüs ona deyirlər ki, sən İslam üçün çalışırsan, vuruşursan, o deyir ki, bunları məhv eləyəcəklər. O özü üçün ayrı bir mövqe seçir. Deyirsiniz, sən onu əhli tərəbbüs idiniz. İndi gəlib İslam gücləndi, haqq yerin tapdı, gəlib siz deyirsiniz ki, elə İslam da bizi, İslamın əsl nümayəndələri də bizi Əhl-i Beyti məzlum edibsiniz. Elə vəziyyət gəlib çıxdı ki, xanım Zəhra salamullah aleyha şəhid olanda qapısını açıq saxladılar, bax sağlığına gəlmədilər. Peyğəmbərin qızı az bir müddətdən sonra, Peyğəmbərin vəfatından az bir müddətdən sonra şəhid olub. Bu da özü də bir dəlildir ki, xanım Zəhra salamullah aleyha adi səbəblər üzündən dünyasını dəyişməyib. Əgər xəstə edirsə, Peyğəmbərin qızı dünyasını dəyişməyibsə, mən niyə cəmaat gəlmirdi başsağlığı verməyə? Əgər xanım Zəhra salamullah aleyha təsadüfən dünyasını dəyişməkdirsə, niyə cəmaat ona yasına gəlməkdən qorxurdu? Bəli, xanım Zəhra salamullah aleyha etiraz elədi, çıxış elədi, razılaşmadı, şəhid etdilər və insanlar da qorxurdular onun evinə gələlər, ona Həzrət Əliyə başsağlığı verərlər. Bu məzlumiyyət imtihanı çox böyük imtihandır. Allah bizi Əhl-i Beyt yolunda alnı açıq, başucu olan möminlərdən, müsəlmanlardan qərar versin. Allahım sənə and verəm, izzəti və cəlalı və Əhl-i Beytin hörməti. Aqibətimizi, axirətimizi xeyirlə eləyək. İmanımızı, ixlasımızı kamil eləyək.
Allah'ın amin deyən dilləri lal öldürmə ki. Allah'ım bu məclisə gələn ana bacılarımızın, qardaşlarımızın hacətləri var, istəkləri vardır. Qəlblərdən sən agahsan. Hacətlərini rəva elə ki. Müşküllərini həll elə ki. Xəstələrinə, xüsusilə nəzərdə olan xəstələrə, xanım Zəhra Əli ilə şəfa inayət elə ki. Allah'ım ruzilərini halal bol elə ki. Allah'ım sənə and verəm izzəti və cəlal və əhl-i beytin hörmətinə. Övladı olmayanlara övlad bəxş elə ki. Allah'ım sənə and verəm izzət və cəlal və əhl-i beytin hörmətinə. Həbsdə olan bacı qardaşlarımızı izzətlə azad eylə yinə. Dünyada olan məzlumları, Fələstində, İraqda, Livanda, Azərbaycanda, Yəməndə, İranda, digər məzlum olan ölkələrdə Allah'ım zalimlər üzərində onları qalib eylə yinə. Allah'ım sənə and verəm izzəti və cəlal və əhl-i beytin hörmətinə bizi namərdlərə möhtac eyləmə yinə. Allah'ım sənə and verəm izzəti və cəlal və əhl-i beytin hörmətinə xanımlarımıza xanım Zəhra Zeynəb İsmətini, iffətini, kişilərimizə Əli qeyrətini nəsib eylə yinə. Allah'ım sənə and verəm izzəti və cəlal və əhl-i beytin hörmətinə alimlərimizi, müştehidlərimizi, xüsusilə rəhbərimizi pənahında hifz eylə yinə. Allah'ım sənə and verəm izzəti və cəlal və əhl-i beytin hörmətinə ağanın zuhurunu təcil eylə yinə. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.